Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler. Ne kadar əziyyət çektiler. Ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan. Budur Azərbaycan xalqı. Yol boyunca gelende gördüm şehirlerin şəkilləri. Her bir yerde böyle. Her bir istiqamətdə. Mən də son vaxtlar Qarabağ bölgesine tez-tez gedirəm. Kətlərdə şəhidlərin şəkilləri. Yani bütün Azərbaycan xalqı bu zəfəri əldə edir. Her bir vətəndaş, her bir rayon sakini, her bir... Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Biz buradayıq. Siz buradasınız ve ne kadar acı olsa da onların yaxınları için, doğmaları için bir təsəlli var. O da odur ki, onlar canlarını fəda ederek tarihi zəfər çalır. Biz 1-ci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik. Ama torpaqlar da getdi. İndi hər bir həlak olan İnsan əvəz olunmazdır. Ancaq 2-ci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirir. Və buna da nail oldu. Biz hər zaman bir də demək istəyirəm ki, onlara borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır. Və onların qəhrəmanlığı unudulmazdır, misli bərabəri yoxdur. Salam, Yusuf Xəbər Info və Inform Xəbər TV izləyiciləri. Bugün biz vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizi hörmət və sonsuz qürur hissi ilə anırıq. Onlar tariximizin ən şanlı səhifələrini yazmış və torpaqlarımızı öz qanları ilə müqəddəsləşdirən qəhrəmanlardır. Şəhidlik hər bir xalqın tarixində ən uzaq və müqəddəs anlayışlardan biridir. Şəhidlər sadəcə döyüşçü deyil, həm də xalqın azadlığı və gələcəyi üçün öz canlarını qurban vermiş insanlardır. Şəhid olmaq hər bir kəsə nəsib olmur. Bu vətən canından üstün tutan, qorxmaz və mərd oğulların yoludur. Onlar ölümə yox, əbədiyyata gedənlərdir. Çünki şəhidlər heç vaxt unudulmur. Onların adı xalqın yaddaşında, qəlbində daim yaşar. Biz bugün azad torpaqda başı dik, alnasıq yaşaya biliriksə, bunu məhz şəhidlərimizin qəhrəmanlığına borcluyuq. Şəhidlərimizlə fəxr edirik. Bugün şəhidimiz Məhərrəmov Eldar Ənvəroğlunun mövludu gündür. Allah rəhmət eləsin. Anası yəni hal-hazırda yanımızdadır. Oğlumuz haqqında nə deyə bilərsiniz? Özünüzü ilk öncə təqdim edə bilərsiniz. Mən Məhərrəmov Eldarın anası Sayıba Nazimə Veysel qızı. 3 evladım var. Oğlum tək idi. Körpəliylə Rusiyada oldu. Rus dilli idi. Azərbaycan dilini bilmirdi. Rəhmətli İbrahim onun yadımdan çıxdı. Mübariz İbrahimov şəhid olanda bu qarşısına qoydu, öz idmanla məşğul olurdu. Niyyət idmançı olmaq idi. Azərbaycanın adını yüksəltmək idi. Mübariz şəhid olandan sonra qarşısına qoydu ki, mən borcumu Azərbaycanda verəcəm. Mübariz kimi şəhid olacam. Mama, elə eləyəcəm başını aşağı əyiləcəm. Elə delədi. Gəldi, hərbi xidmətə çağırışa getdi. İyul ayının biri idi. 2013-cü ildə. Füzuli rayonunun Çocuq Mərcanlı kəndində hərbi xidmətində idi. Gəlməyinə 4 ay qalmış şəhid oldu. Torpaqlarımız uğrunda. Bax, şəkildə necə gülür, elə də şəhid olubdu.
gülə-gülə şəhidliyə görsənir. Allah cəmi ölənlərimizə, cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı, Allah şəfalar versin. Öz mənim üçün çox çətin danışıram. Bugün şəhidimiz Məhərrəmov Eldar Ənvəroğlu'nun mövlududur. Şəhidimizin atası yanımızdadır. Sözü şəhidin atasına verirəm. İlk öncə özünüz təqdim edəcəksiniz. Mən Məhərrəmov Ənvər Baxtiyaroğlu. Məhərrəmov Eldar mənim atası. Allah rəhmət eləsin. Vətən övladları, Qazilər Veteran İctimai Birliyin sədri Kərimov Mehdi. Mən də hər birinizi Şəhidlər Xiyabanından, Memorial kompleksdən salamlayıram. Bildiyiniz kimi bugün Məhərrəmov Eldar Ənvəroğlu'nun mövlud günüdür. 31 yaş tamam olur. Cənnətdəki mövludun mübarək olsun şəhidim. Məhərrəmov Eldar Ənvəroğlu 2013-cü ildə hərbi xidmətə çağırılmışdı. İyulun 1-də xidmətə çağırılmışdı. Füzuli rayonunun Kür Əhmədli kəndində, Kür Mahmudlu kəndində xidmət aparmışdı və 2014-cü ilin sentyabrın 11-də Cocuq Mərcanlı istiqamətində mənfur düşmənin bastırdığı minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Buradan cəmiyyətimizin adından, Gəncə qazilər, veteranlar adından, şəhid ailələrinin adından Ənvər əmizə səbir diləyirik, Nazimə bibimizə səbir diləyirik. Məkanı cənnət olsun, ruhu şad olsun. Bir daha deyirik ki, vətən sağ olsun. Vətən övladları, Qazilər Veteranlar İctimai Birliyin sədr müavini Mustafayev Şirxan. Hər birinizi öncədən salamlayıram. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Allah sizləri var eləsin. Ənvər əmi, Allah sizlərə səbir versin. Hər birinizin qarşısında baş əyirəm. Ruhları şad olsun. Biz də bir daha 102 info sivil xəbəri kollektivinə sizlərə başda Azər Müqəddəslərə Qadiriyə yəni öz təşəkkürümüzü bildiririk ki, şəhid ailələri, şəhidlərimizi, qazilərimizi, veteranlarımızı bütün ictimaiyyətlərimiz minnətdarız. Yaşasın Azərbaycan, eşq olsun Azərbaycan ordusuna, yaşasın Ali Baş Komandan. Allah sizləri var etsin. Amin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm, sıratal lezîne en'amte aleyhim. Gayril mağdûbi aleyhim veleddâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven ahad. Allahümme salli ala Muhammed ve ala Muhammed ve ajmaîn. Cəmi şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Gözəl bu. 44 günlük Vətən müharibəsinin iştirakçısı Nəbiyev A. Mən də Nəbiyev Amir Rəhmoğlu 44 gün Vətən müharibə uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. Bu günlərim Eldar qardaşımızın mövlud günüdür. Onun simasında bütün şəhidlərimizə Allah rəhmət eləsin. Ənvər əmi başın sağ olsun, axır qəminiz olsun inşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizi qorusun, Allah veteranlarımızı qorusun. Çox İndi isə sözü veririk şəhid atasına. Özünüz təqdim edərsiniz. Mən Ələkbərov Elnur Pünhanoğlu, şəhid Ramal Ələkbərov Ramalın atasıyam. Bugünkü gündə Eldar balamızın mövlud günüdür. Allah onun mövluğunu, məkanını cənnət eləsin. Ənvər əmi başınız sağ olsun qalınalım. Allah cəmi şəhidlərimizin məkanı cənnətli olsun. Sağ olun. Vətən övladları, Qazilər Veteranlar İctimai Birliyin təşkilatçı rəhbəri Ağayev Faiz. Buradan Şəhidlər Xiyabanına açıq salamlayıram. Bu günləri Məhərrəmov Eldar, şəhid qardaşımızın cənnətdəki mövludunu təbrik edirəm, mübarək olsun. Ənvər əmi, Allah sizə səbir versin. Bütün Azərbaycan şəhidlərinə Allah qəmi-qəmi rəhmət eləsin. Məkanları cənnət olsun, ailələrinə səbir versin.
İndi isə söz verib Vətən Övladları Qazilər Veteranlar İctimai Birliyində iştirakçı olan birinci qrup, birinci təqaüs Əlif Babayev İlhama. Mən Babayev İlham Masov birinci qrupa təncih təqaüsü. Buradan əmrələrimizdə və sağ verirəm. Şəhidimizin mövludu cənnətdə mübarək olsun. Məkanı cənnət olsun. Bütün Azərbaycan şəhidlərinə Allah rəhmət eləsin. Həmçinin bugün digər mövcud olan şəhidlərimiz Cəfərov Fərid, Cəfərov İbrahim, Fərəcullayev Elşad, Cabbarov Şahgündüz, Cəbiyev Qardaşağa, Əlzadə Nofər, Nəsirov Elçin, Məmmədov Ehtiram da qürur hissi ilə anırıq. Adları əbədiyyətə qovuşmuş şəhidlərimizin ruhu qarşısında baş əyir. Onların şücaəti və fədakarlığı bu torpaqda hər zaman yaşayan bir işıq kimi parlayacaq. Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi çiçək açır. Ruhları pak və şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. 102 Xəbər Info və Inform Xəbər TV-nin rəhbəri Azər Xudayeroğlu. 102 Xəbər Info və Inform Xəbər TV-nin şəhid ailələri və qazilərlə işbirliyinin rəhbəri Zeynəb Mehdi qızı. 102 Xəbər Info və Inform Xəbər TV-nin kadrlar şöbəsinin müdiri Fərdə Niyaz qızı. Salam qəlbinizi salamlayıram. Bugün şəhidimizin, yadar qardaşımızın mövlud günüdür. Cənnətdəki mövlud gününü təbrik edirəm. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Ailələrinə Allah səbir versin. Hər birimiz özümüzə borc bilərək hər bir şəhid ailəsinin yanında olduğumuz kimi bugün də yadar qardaşımızın mövlud günündə Ənvər əminin yanındayıq. Özümüzə borc bilirik. Allah onu şad eləsin, cənnətdəki mövludunu mübarək olsun. Və Azərbaycan Respublikasının suverenliyi bütövlüyü uğrunda canlarını keçən qəhrəman şəhidlərimizi bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət eləsin, ruhları şad olsun, məkanları cənnət olsun, məqamları uca olsun, zaten məqamları ucadır şəhidlərimizin. Allah dövlətimizi, millətimizi, müzəffər ordumuzu, başda Azərbaycan Respublikasının silahlı qüvvələrin, Ali Başkomandanın Cənab İlham Əliyev olsun. Bugünkü gündə dostlarımın şəhid olub gəldim. Allah qardaşımın mövludu mübarək olsun. Cənnətdəki mövludu mübarək olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həmişə yaşa ki, Ənvər əmi, oğlunu yaşada. Biz də sizin sayənizdə böyüdürük. Hər bir şəhidimizi yaşadarıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Hamı söz verir. Ənvər əmi, başda Ağsaqqalov o şərtindən gözəl babamızın mövluğu mübarək, cəmi şəhidlərimizin hamısının məkanı cənnət olsun. Allah sizə səbir versin. Mənim bu qədər. Allah canı şəhidlərə qəni rəhmət eləsin. Yerdə qalan təsirlərə Allah üçün insan sağlığı versin. Ənvər əmi, şəhidin təkrar şəhidin yetkin şəhidimizdir. Bizim Azərbaycan Respublikasının iki qəhrəman şəhidləridir. Allah qəni rəhmət eləsin. Əmi, sana başqa olun. Bir evlat itirə bilərsən, amma bir evlat qazanırsan, qazanmadığın olaraq. Allah sana böyüklükdən, asıqlarlıqdan, əlsə eləsin. Mən də başı sağ olsun deyirəm. Allah yolda qardaşımızın cənnətdə olan ad gününü təbrik edirəm. Hürməti mübarək olsun. Allah onların simasında olan bütün şəhidlərin rəhmət eləsin. Allah həmə qardaşımızın rəhmət eləsin inşallah. Allah
can şəhidlərin rəhməsindən məscidləri olsun, Allah qəzələrimizi qorusun. Mən də bu təbrikə qoşuluram. Cənnətdəki Mövludun mübarək olsun, şəhidim. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa, həsənlərimizə hər bir can sağlığı versin. Qardaşlarımız elə bir söz olarlar ki, sən yaşa ki, şəhidin yaşasın. Əbədi olaraq onlar yaşayasınlar. Çünki nə qədər ki biz yaşayırıq, onlar bizim qəlbimizdə. Azərbaycan Respublikası bizim qəhrəman şəhidlərimizlə, qəhrəman qazilərimizlə, veteranlarımızla fəxr edir. Allah hər birimizi qorusun. Allah sənin də böyükdən asarlar, Allah sürəməz. Vətən sağ olsun.